Seyid Hüseyni İran türküdür. Görülən budur ki, vətənimizin güneyində yaşayan türklərdən, Azərbaycan türklərindən biridir. Amma ana dilini, bu danışdığı dili yəqin ki, Türkiyədə oxuyub, öyrənib və yaxud da ki, İranda, Tehranda, Təbrizdə və yaxud da Urmuda kursa gedib. Adam Anadolu türkçəsində gözəl danışır. Amma Seyid Hüseynindən mən, bax, buradan bəlkə də bizim verilişimizi kimsə çatdıra bilər ona. Ondan soruşmaq istəyirəm ki, Quranın İbrahim surəsinin 4-cü ayəsində deyir ki, biz sizə anlayasınız deyə peyğəmbərlərinizi belə öz ana dilinizi anlayacaq, həmin dildə göndərdim. Bəs, əziz Seyid Hüseyni, bax, o sualın cavabını mən hörmətli hocamız Seyfəddin Altaylıdan da soruşuram. Amma xitabım sizədir. Madam ki, Allahın özü də belə insanların ana dilinə bu şəkildə sayğı göstərirsə, bəs siz 47 illik Pəhləviləri qoyduq kənara. Onların bizim millət olan münasibətini də bilirik. Amma 47 illik dönəm ərzində heç mi vicdanına sızıllamadı ki, bax, bu millətin yarısı öz ana dilində məktəbdən məhrumdur. Elə deyilmi hocam? Bəli. Niyə siz ana dilində məktəb açılması ilə bağlı məsələ irəli sürmədiniz? Niyə zaman-zaman ana dilində məktəb sizə təşkil eləyəcək deyənlər də, bax, Ruhaninin bununla bağlı fikri oldu, aşağı-yuxarı prezident seçkilərində Urmuda demişdi. Niyə bu millətə ikili standartlarla baxdınız? Bax, mənə budur. Belə olan şəraitdə hansı İslam birlikdən biz danışa bilərik? Madam ki, sən deyirsən ki, İran qapalı ölkədir, İngilis pisdir, Amerikaya ölüm, İsrail ölüm və s. bunları sən deyirsən. Və belə bir olan şəraitdə bunlarla düşmən ola-ola öz ölkəndəki digər xalqları, başda bizim soydaşlarımız olmaqla bircə məktəbini belə açmadın. Və sən İslam birlikdən danışırsan. Mümkündürmü? Mümkündürmü hocam? İslam birlik mümkündür. O da Türk millətinin güclənməsindən asılıdır. Bir mənalı şəkildə. Baxın, Rüfət bəy, millətləri xarakterinə görə təhlil etdiyimiz zaman Türkü, Farsı, Ərəbi və ya Avropalı hər hansı bir milləti yanaşı qoyduğumuz zaman onların hansı xarakterdə olduğunu biz aydın şəkildə görürük. Biz millət olaraq heç bir millətin dilinə, dininə, mədəniyyətinə müxalif olmamışıq. Və hakimiyyətimizdə olan millətlərə həddən artıq tolerantlı hərəkət etmişik. Amma bir Ərəbi, bir Farsı və ya da bir Avropalını müqayisə etdiyimiz zaman bizlə görürük ki, arada yerlə göy qədər fərq var. Məvali sözünü eşitmişsiniz. Bəli. Təhqir anlamındadır həm də. Məvali, ərəb olmayan, ancaq ərəbin qulu olan insanlardır. Bəli, bəli. Məvalilər şeydə gedəndə, yolun qırağındakı səkidə gedəndə qarşıdan bir ərəb gəldiyi zaman bu qanun idi. Qanun çıxartmışdılar. Səkidən enəcəkdi və ərəbə yol verəcəkdi. Amma biz nə elədik? Səlcuqlu zamanında Nizam-ı Mülk kim idi? Farsıdır. Gətirdik, vəzir əzəm elədik. Elə deyil mi? Bəli, bəli. Osmanlı İmperiyası zamanında nə qədər bizim vəzirlərimiz, vəziri əzəmlərimiz... Millət-i sadıqiyyə deyə. Ermənilərdən nə qədər biz nazir... Var, məndə siyasi var. Rum, Arnavutlu, yəni Alban, nə qədər bunlar nazirlər olub, sədr əzəmlər olub, neçə-neçə. Sokollu Məhməd Paşa Xırvatdır, Xarvatdır. Düşünün, Xarvatdır. Və Türkçənin çox gözəl bir lüğətini hazırlayan şey var. Kamusu Türki, Şəmsəddin Sami. Şəmsəddin Sami Albandır. Amma Türkçənin özünü ortaya qoyan bir lüğət yaradıb. Biz o Şəmsəddin Samiyə biz bu imkanı yaratmışıq. Bizim millətimizi sevir. Dil açara da imkan yaradıldı da 30-cu illərdə, elə deyil. Yəni biz belə bir millətik. Ona görə Türk milləti, Türkiyə
Azərbaycanla əl-ələ verib Asiya türklüyünü birləşdirməlidir. Biz məktəblərimizdə, Rüfət bəy, istər zoruna bəzi insanların getsin, istər getməsin, pul verib uşağımıza qiymət yazdırmamalıyıq. Biz uşaqlarımızı Avropada, Amerikada nə cür yetişdirirlərsə, biz də uşaqlarımızı, nəsillərimizi o cür yetişdirməliyik. Amerikada Stanford Universiteti var. Eşitmisiniz? Əlbəttə. Stanford Universiteti adamların, qarı ər-arvadın bir dənə oğlu olur. Və oğulları rəhmətə gedir, cavan yaşda. Bunlar da var dövləti insanlar. Dövlətə müraciət edirlər ki, biz oğlumuzun adına bir universitet tikmək istəyirik. Amma bu universitet digərlərindən fərqli olmalı. Bəli. Stanford Universitetini tikirlər və o universitetə girəcək olan tələbələrə şey qoyurlar, meyar qoyurlar ki, bu balı yığ üstündə olanlar ancaq bu universitetə girə bilər. Bugün Stanford Universiteti dünya miqyasında universitetdir. Nəyə görə Türkiyədə, Azərbaycanda, Qazaxıstanda, Qırğızistanda, Türkmənistanda Stanford Universiteti və onun yüksək səviyyəsi, daha yüksək səviyyədə Oxforddan da, bilməm, Cambridge'dən də daha yüksək bir universitetimiz yoxdur? Nəyə görə? Onlar 10 aylıqdır, biz 9 aylıq. Bax, məsələ budur. Biz hara gedirsəniz gedin. Məsələ təlimdən başlayır, təlim təhsildən başlayır. Biz yeni nəsillərimizi, hər bir Türk uşağı öz sahəsində dünya birincisi olmaq üçün çalışmadıqca, o şuuru biz uşaqlarımıza, nəsillərimizə yeritmədikcə, biz, bax, burnumuz bu zibildən çıxmır. Biz də o şuuru açıqlayaq. Hansı şuurdan söhbət gedir izləyicilərimizdə? Hər bir Türk Bəli. öz sahəsində dünya birincisi olmaq üçün çalışmalıdır.